Bax buna nə qədər möhtəşəm, inanılmaz kokuslardır. Bütün bunlar yeni ulduzvari hava qatlama usulu ilə əldə olunub. Bilirdinmi ki, bu usul ənənəvi qatlamadan daha təsirli olur? Bu texnika sayəsində yeni meyvə ağaclarını çox daha yüksək uğur faizi ilə əldə edə biləcəksən. Hətta ənənəvi qatlama usulunun problem yaratdığı ağaclarda belə. Bugün sənə bunu dəqiq necə edəcəyini göstərəcəm. Addım-addım. Ona görə də diqqətli ol. Çünki indi başlayırıq. İlk ehtiyacımız olan şey, təxminən 1 litr və ya 1/4 qalonluq plastik butulka olacaq. Hər ikisi də uyğundur. İndi qabı hazırlayacağıq. Markerlə təxminən 10 sm, yəni 4 düym hündürlükdə bir işarə qoyuruq. Bu, qabımızın hündürlüyü olacaq. Sonra qapağın mərkəzindən həmin isarəyə qədər bir xətt çəkirik. Məhz həmin yerdən butulkanı açacaq. İndi isə bicaq və ya qayçı ilə əvvəlcədən işarələdiyimiz buton konturu yavaş-yavaş tələsmədən kəsəcəyik. Onu bu cür edəcəyik. İndi isə qabı açmaq vaxtıdır. Onun uzun bütün xətti sağqulu şəkildə kəsəcəyik. Əvvəlcədən isarələdiyimiz xətti. Bunu bicaqla butulkanın ən sərt hissəsinə, yəni qapağın olduğu yerə çatana qədər edəcəyik. O anda açmağı tamamlamaq üçün kəsici kəlbətinlərdən istifadə edəcəyik. Əgər kəlbətin yoxdursa, kiçik bir misar və ya isti asanlaşdıracaq başqa bir kəsici alət də istifadə edə bilərsən. Bunu bu cür edəcəyik. Yaxşı, artıq qabımız hazırdır. İndi isə qapağa keçirik. Qataf. Onu da istifadə edəcəyimiz budağı uyğunlaşdırmalıyıq. Bunumuzun hava kokləndirmə edəcəyimiz budaqla təxminən eyni qalınlıqda bir dəlik açırıq. Mütləq mükəmməl olmasına ehtiyac yoxdur. Sadəcə torpağın sonradan asanlıqla tökülməməsi üçün mümkün qədər yaxşı oturmasını istəyirik. Dəlik açıldıqdan sonra qapaqda yan tərəfdən də bir kəsik edirik. Bu kəsik bizə onu biraz acımağa və budağın ətrafına yerləşdirməyə imkan verəcək. Bunu bu cür edəcəyik. İndi qapağı budağa yerləşdirik. Düzgün oturub-oturmadığını yoxlayıq. Və görürük ki, yaxşı otunursa, artıq növbəti hissəyə keçə bilərik. Artıq qabı və alt hissəyə qoyacağımız qapağı hazırladıqdan sonra, indi isə üst qapağı hazırlamaq qalır. Bu qapaq, qabı torpaqla doldurduqdan sonra onu bağlamaq üçün istifadə olunacaq. Bunun ucun əvvəl istifadə etdiyimiz eyni butulkanın alt hissəsindən təxminən 2,5 sm, yəni 1 düym kəsəcəyik. İndi isə sağqulu bir kəsik edirik və mərkəzə qədər kəsirik. Və qayçı və ya bicaqla mərkəzi dəliyi yavaş-yavaş boyduruq. Dəlikin olcusu istifadə edəcəyimiz budağın qalınlığından asılı olacaq. Mütləq mükəmməl olması vacib deyil. Yaxşı, artıq qab tamamilə hazırdır. İndi isə ağaca yaxınlaşmaq və ulduzvari hava təbəqələşdirməyə başlamaq vaxtıdır. İlk edəcəyimiz şey, budağın ətrafında dairəvi bir kəsik etmək olacaq. Taxta hissəyə qədər çatmalıyıq. Ona görə də qabığı tam kəsmək üçün bıçağı yaxşıca daxil edirik. Bu ilk kəsikdən sonra bir necə uzununa kəsik edəcəyik. Bu halda onların uzunluğu təxminən 5 sm, yəni 2 düym olacaq. Amma bu olcu hazırladığınız qabın olcusundan asılı olacaq. Əsas odur ki, bu hissənin hamısı sonradan butulkanın içində qalsın və bunu videodakı kimi edəcəyik. Təşəkkür edirəm. Bütün kəsikləri etdikdən sonra
indi qabıq zolaqlarının hər birini yavaş-yavaş qaldıracağıq. Bunun üçün eyni bıçaqdan istifadə edəcəyik. Bunu çox ehtiyatla, tələsmədən qabıq zolaqlarını mümkün qədər yaxşı vəziyyətdə saxlamağa çalışaraq edəcəyik. Əgər proses zamanı hansısa biri qırılarsa, heç bir problem yoxdur. Digərləri funksiyasını tam şəkildə yerinə yetirməyə davam edəcək. Onları bir-bir qaldırmağa davam edərək, ta ki, hamısı tamamilə acır vəziyyətdə olsun. Bütün qabıq zolaqlarını ağacdan ayırdıqdan sonra, indi onları yavaş-yavaş yuxarıya doğru bükəcəyik. Onların sənə göstərdiyim kimi, ulduz formasına bənzər bir səkir almasını istəyirik. Hamısının tam olaraq eyni olmasına ehtiyac yoxdur. Əsas olan odur ki, açıq və yuxarıya doğru əyilmiş vəziyyətdə olsunlar. Məhz bu forma bu usula adını verir. Artıq bütün zolaqları istədiyimiz vəziyyətə gətirdikdən sonra onları bir bəndinə sabitləyəcəyik. Amma istəsən, başqa bir bağlama novundan da istifadə edə bilərsən. Bəndi elə sıxırıq ki, bütün zolaqlar acı qalsın və sonda belə görünməlidir. İndi isə ən incə və yəqin ki, bütün prosesin ən vacib hissəsi gəlib çatdı. Aşağı hissənin kambiyumunu qasıyacağıq. Əvvəlki kimi, bəndin altından təxminən 2,5 sm, yəni bir düymə yaxın boş yer saxlamışdıq. Yalnız həmin hissəni qasıyacağıq. O hissədə kambiyumu tamamilə təmizləməliyik. Niyə? Çünki sirənin aciliyə axışını dayandırmaq lazımdır. Həmin zonada hazırlanır, havalı kökləndirmədə olduğu kimi. Bu yolla ağac kəsiyin üstündə qida maddələri və boyuma hormonlarını toplayacaq. Bu da yeni köklərin əmələ gəlməsini təşviq edəcək. Artıq kokləndirməni hazırladıqdan sonra, indi qabı yerləşdirmək vaxtıdır. Bunun ucun əvvəl etdiyimiz sağquli kəsikdən istifadə edərək qabı açırıq və budağın ətrafına yerləşdiririk. Yavaş-yavaş onu uyğunlaşdırırıq. Bütün kökləndirmə sahəsi tamamilə qabın içində olana qədər davam edirik. İndi isə substratı əlavə etmək vaxtıdır. Bu halda çox asanlıqla suyu keçirən bir substrat istifadə edəcəyəm. Amma universal bir substrat da problemsiz istifadə edə bilərsən. Bu substratın heç bir xüsusi cəhəti yoxdur. Əsas odur ki, rütubəti yaxşı saxlaya bilsin. Amma eyni zamanda yaxşı drenaja malik olmalıdır ki, suyun yığılmasının qarşısı alınsın. Gördüyün kimi, əvvəlcə tıxacda etdiyimiz dəlik artıq suyun asanlıqla çıxmasına imkan verəcək, beləliklə su qabın içində toplanmayacaq. İndi isə yavaş-yavaş doldururuq, demək olar ki, us hissəyə qədər. Artıq substrat yaxşı yerləşdirilib və qab istədiyimiz vəziyyətdədir. İndi ilk suvarma vaxtıdır. İlk andan etibarən bütün substratın tam nəmli olması üçün yaxşıca suvaracağıq. Amma bunu da nəzərə almalısan ki, suvarma tezliyi ilin hansı fəslində olduğuna görə dəyişəcək. Hava qatlaması adətən qisin sonu və ya yazın əvvəllərində ağac daha fəal olmağa başladığı vaxtlarda edilir. Bununla belə, yaşadığınız ərazinin iqliminə görə bu prosesi ilin başqa vaxtlarında da etmək mümkündür. Ona görə də təqvimə baxmaqdan çox əsas olan substratı müsahidə etməkdir. Görsək ki, substrat nəmliyini itirməyə başlayır və ya nisbətən quruyub, köklənmə prosesi boyunca daim nəmliyi qorumaq üçün yenidən suvaracaq. Və indi ən maraqlı hissə gəlir. Bu hava qatlamasını etdiyimizdən təxminən 8 həftə keçib. Və bax, bu əsl möcüzədir. Ağ koxlar artıq qabının hər tərəfindən görünür. Çox qısa müddətdə müxtəsəm bir kox sistemi inkişaf etdirib. Hətta ilk həftələrdən artıq ilk koxlar görünməyə başlamışdı. Şübhəsiz ki, ulduz formalı hava qatlaması həqiqətən də yaxşı işləyir. Artıq hava qatlaması tam kökləndikdən sonra onu ana bitkidən ayırmaq vaxtıdır. Qatlamanı alt hissədən kəs və onu yaxşı bir torpaqla orta ölçülü bir dibciyə yerləşdir. Yaxşıca suvar və təxminən bir həftə yarı kölgədə və ya dolayı işıqda saxla ki, uyğunlaşması asan olsun. O həftə keçdikdən sonra onu artıq daimi yerinə qoya və yeni bir meyvə ağacından həzz ala bilərsən. Və bugünlük videomuz bu qədər.
Əgər ulduz metodunu bəyəndinsə, mənə yaxşı bir bəyənmə bay. Onu bitkiləri və ya meyvə ağaclarını sevən hər kəslə paylaş. Və səhərlərdə mənə yaz, məni haradan izləyirsən və bu metodu ilk olaraq hansı meyvə ağacında sinəyəcəksən. Səni oxumaq və nəticələrinizi bilmək mənə çox xoş olacaq. Sizə möhkəm bir qucaq və növbəti videoda görüşərik.